uşağın əlindən telefonu aldım, bitdi. Bütün problemlər həll olunacaq. Elə düşünürsünüz? Dəyərli valideynlər, əlbəttə ki, bugün uşaqlar, bu müasir uşaqlar telefondakı oyunlardan, ümumiyyətlə internetdən, hər hansı bir başqa gadjetlərdən, planşetlərdən asılı bir vəziyyətə düşürlər. Niyə görə? Çünki yetkin insanlar da bu əziyyəti çəkirlər. Səhər-səhər yadınıza salın, oyananda ilk gördüyünüz iş nə olur? Telefonu əlinizə atırsınız, ya saata baxmaq istəyirsiniz, bəlkə də internetdə baxırsınız. Nələr, son xəbərlər hansılardır? Yəni bu da sizin əslində hardasa asıllığınızın kiçik bir əlamətidir ki, sanki mən günümü telefonsuz təsəvvür etmirəm. İndi o telefonu biz valideynlər vermişik uşaqlara. İndi düşünürük ki, problemlərin həllini məhz telefonları onların əlindən almaqla əldə etmək olar. Amma həqiqətən də bu belədir. Biz sadəcə olaraq uşağın aqressiyası ilə qarşılaşacağıq və bu problemi həll etməyəcək. Bu əksinə valideyn-övlad arasındakı münasibətləri biraz da qəlizləşdirəcək, gərginləşdirəcək və siz uşaqla əlaqəni birbaşa olaraq itirə bilərsiniz. Və ən təhlükəlisi də məhz budur. Sanki hər şey çox yaxşı görünür, uşaq hətta dərslərini də oxuya bilər, əlaçı da ola bilər. Amma hardasa nəsə bir problem yarananda, imtahanlar öncəsi, o həyəcan təşvişlə qarşılaşanda, siz uşaqla bu barədə açıq səmimi danışa bilmirsinizsə, deyirsinizsə özünə qapanır və yaxud da ki, kobud cavab verir, aqressivdir. Bu deməkdir ki, hal-hazırda valideyn-övlad arasındakı xüsusi bağlar var, emosional cəhətdən. O bağlarda boşluqlar baş verib. İndi təsəvvür edin ki, bu boşluqlar daha da dərinləşə bilər. Əgər siz uşağın maraqlarına zidd bir hərəkət etsəniz, desəniz ki, əvvəl olardı, indi olmaz. Və uşaq sizin bu addımınızı, bu davranışınızı sadəcə olaraq özünə qarşı ədalətsiz bir qərar kimi qəbul edəcək. Çünki axı o bilir ki, onun üçün heç bir təhlükə yoxdur. Amma mənim valideynim belə düşünmür. Məni başa düşmürlər. Bax, uşaqlar çox vaxt belə üsyan formasında çağırış edirlər. Və yaxud da ki, özlərinə qapınırlar, içlərində dərd çəkirlər. Və biz uşaqla da sonradan dil tapmaqda çətinlik çəkə bilərik. Ona görə ən doğrusu bunu nə cür etmək lazımdır? Bax, bu barədə ətraflı şəkildə mən sizə hazır bir təlimat verəcəm. Fevralın 13-ü saat 12:00-da təlim açıqdır, hər kəs üçün iştirak edə bilərsiniz.